Salam, axşamınız xeyir olsun. Gün Astavaya baxırsınız. Studiyada Aynur Zahid, əvvəlcə əsas xəbər başlıqlarına qısaca nəzər salaq. İndirdi. İndi isə də ətraflı. Ötən ilin mart ayından cari ilin mart ayına kimi Qərbi Azərbaycan əyalətində ümumilikdə 18 ton müxtəlif növ narkotik maddələr aşkarlanaraq götürülüb. Bunu Qərbi Azərbaycan Narkotiklərlə Mübarizə Koordinasiya Şurasının katibi Cəfər Zülfüqari deyib. O, keçirilən əməliyyatlar zamanı saxlanan narkotik maddə alverçilərinin sayı barədə açıqlama verməyib. Zülfüqari, Qərbi Azərbaycan əyalətində narkotik maddə alverçilərinin 5%-nin qadın olduğunu, bunun ölkə üzrə orta göstəricidən aşağı olduğunu bildirib. Qeyd edək ki, rəsmi məlumatlara görə İranda narkotik alüdəçilərinin 9%-i qadındır. Bugün səhər saatlarında Təbrizin Vadi Rəhmət bölgəsində şəhər qaz şəbəkəsi borularından biri partlayıb. Bu haqda İran televiziyası məlumat yayıb. Hazırda partlayış yerində güclü yanğın olduğu və onun söndürülməsi üçün bölgəyə çox sayda texnika və yanğın söndürənin cəlb olunduğu bildirilib. Yerli medianın verdiyi məlumata görə partlayış nəticəsində xəsarət alan olmayıb, hadisənin səbəbləri araşdırılır. Davam edirik. Tehranın Evin həbsxanasında həbsdə olan Azərbaycan Milli Hərəkatının fəalları Abbas Lisani və Yusif Kari ailələri və qohumları ilə telefon danışığında ümumi palataya köçürüldüklərini və tələblərinin yerinə yetirildiyini və aclıq eyləmlərinin başa çatdığını bildiriblər. Abbas Lisani və Yusif Kari bildiriblər ki, həbsxana rəhbərliyi aclıq eyləmindən sonra fəalların Evin həbsxanasının 7-ci təlim mərkəzinin 6-cı zalına köçürülməsinə razılıq verib və hər iki milli fəal təxminən 7 ay təkədamlıq kamerada və karantində saxlanıldıqdan sonra ümumi palataya köçürülüblər. Abbas Lisani və Yusif Kari qanuni tələbləri yerinə yetirildikdən sonra aclıq eyləminə son qoyulduqlarını elan ediblər və həbsxana rəhbərliyinə onlara təzyiq göstərməyə davam edəcəklər təqdirdə aclıq eyləminə davam edəcəklərini bildiriblər. Cənubi Azərbaycan Milli Hərəkatının fəalı Əli Babayi 12 günlük tək kamerada saxlanıldıqdan sonra Təbriz Mərkəzi Həbsxanasının xüsusi palatasına köçürülüb. Əli Babayi əvvəllər Təbriz Kəşfiyyat İdarəsinin əməkdaşları tərəfindən döyülmüş və həbsxanada siyasi məhbusların hüquqlarını müdafiə etdiyinə və zabitlərin digər məhbuslara münasibətlərinə etiraz etdiyinə görə təkadamlıq kameraya köçürülmüşdü. Ona həmçinin tək kamerada saxlanıldığı müddətdə telefondan istifadə etmək və ailəsi ilə əlaqə saxlamaq hüququ verilməyib. Məlumatlara görə Təbriz Kəşfiyyat İdarəsi və təhlükəsizlik orqanları son aylarda Əli Babayiyə və ailəsinə davamlı psixoloji və emosional təzyiq göstərir və bu siyasi məhbus digər məhbusların hüquqlarını dəstəklədiyinə görə dəfələrlə məhdudiyyətlər və təhlükəsizlik təzyiqləri ilə üzləşib. Əli Babayi aylardır ki, Təbriz Mərkəzi Həbsxanasındadır. O əvvəllər Yürüş Mehrəlibəylinin xüsusi palataya köçürülməsinə etiraz olaraq təxminən 60 siyasi məhbusla birlikdə aclıq eyləmi keçirmişdi. Əvvəlki işinə əlavə olaraq o indi sistemə qarşı təbliğat ittihamı ilə yeni bir iş ilə üzləşir. Ötən gün səhər saatlarından başlayaraq İranın 57 həbsxanasında saxlanan minlərlə məhbus edam hökmlərinin dayandırılması tələbi ilə yenidən aclıq eyləminə əl atıblar. Bu barədə İnsan Haqları Təşkilatları məlumat yayıb. Məlumata görə məhbuslar beynəlxalq ictimaiyyətin və insan haqları müdafiə qurumlarının diqqətini ölkədə artan edam cəzalarına cəlb etmək üçün buna əl atıblar. Aclıq eyləmi 127-ci dəfədir ki, hər həftənin ikinci gündən başlayaraq 24 saat müddətinə keçirilir. Hökumət məmurları və həbsxana nəzarətçiləri Qəzvinin Çubindər həbsxanasında saxlanan Azərbaycanlı siyasi fəal Məhəmməd Rıza Murad Behruzini ölümcül şəkildə döyüblər. Bu barədə İnsan Haqları Təşkilatları məlumat yayıb. Məlumata görə hadisə siyasi məhbusların nəzarətçilərin təzyiq və təhqirlərinə etiraz eyləmlərindən sonra baş verib. Döyülmə nəticəsində Məhəmməd Rıza Murad Behruzinin bir neçə qabırğası və bir əli sınıb, üzündən ağır xəsarətlər alıb. Bildirilib ki, onun vəziyyətinin ağır olduğu üçün xəstəxanaya köçürülüb. Qeyd edək ki, Məhəmməd Rıza Murad Behruzi bir neçə ittihama, o cümlədən milli təhlükəsizliyə qarşı çıxmaq ittihamına görə həbs edilib. Onun həyat yoldaşı Suri Babayi Çegini də yanvarın 6-sında etiraz eyləmlərində saxlanılıb və rəhbəri təhqir etmək və hökumətə qarşı təbliğat ittihamları ilə 3 il həbs cəzasına məhkum edilib.
2026-cı ilin əvvəlindən bu günə kimi İran həbsxanalarında ən azı 816 məhbus edam edilib. Bu barədə mərkəzi qərargaha Norveçdə yerləşən Əbdülrəhman Burement fondu məlumat yayıb. Bildirilib ki, hökumət bir çox edamları gizli həyata keçirdiyi üçün edam olunanların faktiki rəqəminin daha çox olduğu ehtimal olunur. Davam edirik. İran polisinin məlumatına görə Sistan və Bəlucistan əyalətinin Sib və Suran rayonunda baş verən silahlı hücum nəticəsində bir polis əməkdaşı həlak olub. Əyalət polisinin informasiya mərkəzinin çərşənbə günü yaydığı məlumata əsasən silahlı şəxslər polis əməkdaşı Məhəmməd Pələngiyə işə gedərkən atəş açıblar. Bəyanatda hücumu həyata keçirən şəxslərin saxlanılması istiqamətində əməliyyat axtarış tədbirlərinin davam etdiyi qeyd olunub. İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Məhəmməd Baqir Zülqədir, İranın ali rəhbəri Əli Xamneyi və digər şəxslərin ölümü ilə bağlı məsuliyyət daşıyanların cəzalandırılacağını bildirərək qisas məsələsinin hələ də gündəmdə olduğunu deyib. Zülqədir yayımladığı mesajda yazıb, Xamneyinin və digər şəhidlərin qanının qisası ilə bağlı dosya açıqdır. Bu cinayətləri sifariş verənlər və icra edənlər vaxtı gələndə bu vaxt uzaqda deyil, salih qüvvələrin əli ilə layiq olduqları cəzanı alacaqlar. Xəbərlərimiz davam edir. ABŞ vitse-prezidenti J.D. Vance Hörmüz boğazından keçid üçün ödəniş alınmayacağına əminliyini bildirib. Bu barədə o, jurnalist Michael Knowles'a verdiyi müsahibəsində deyib. Hörmüz boğazının rüsumlarından azad olunacağını tam əminəm deyə o qeyd edib. Vance'in sözlərinə görə ABŞ-nin İran üzərində hələ də çoxlu təsir gücü var ki, İranla bağlı vəziyyətin Amerikanın məqsədlərinə uyğun şəkildə həll olunmasını təmin etsin. Əfqanistan Pakistana dron zərbələri endirib. Bu barədə Taliban məlumat yayıb. Əfqanistan Müdafiə Nazirliyi Pakistanın Bəlucistan vilayətində IŞİD-in mərkəzlərinə zərbələr endirildiyini bildirib. Pakistan isə Əfqanistandan gələn 4 dronun Bəlucistan vilayəti üzərində vurulduğu barədə məlumat yayıb. Hadisə nəticəsində 2 nəfər xəsarət alıb. Qeyd edək ki, bundan əvvəl Pakistan Əfqanistanda bir sıra hədəflərə zərbə endirib. Belə hörmətli tamaşaçılar, bugünə çatdıracağım əsas xəbərlər bunlar idi. Görüşmək ümidi ilə salamat qalın.